gözəl bir yubiley tədbiri təşkil etmişik və biz bu tədbiri Bərdəmizin ağsaqqal ziyalısı El müəllimin ömrünü, gününü, gənclərin təlim-tərbiyəsinə, bilik və bacarıqlara yiyələnməsinə həsr edən hörmətli şairimiz, dəyərli dostumuz Telman Hüseyin Anadilin 85 illik yubileyinə həsr eləmişik. Elə mən də Telman müəllimin sözünü ilə deyirəm ki, gül bəs eylə, bir dəstə gül bəs eylə. Telman müəllimin 85 illiyini eyləsə gül bəs eylə. Telman müəllim bu günləri bizim bu səhnə dəyərli şairlərindir, sözündür, gözəl insanlarındır. İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyündə canlı qurban verilmiş şəhidlərimizi bir dəqiqəlik sükutla yad edir. Allah rəhmət eləsin. Sözü ilə qəlblərə yol tapmış bir şairin, Telman Hüseyin Anadilin yubileyini qeyd edilir. 85 il. Bu təkcə zaman ölçüsü deyil. Bu xatirələrlə dolu bir yol, misralara çevrilmiş duyğular, nəsillərə ötürülən hikmət və həyat dərsidir. Bu ömrüdə sevinç də olur, kədər də, amma hər zaman söz olur. Saf, səmimi və yaşadan söz. Bugün qeyd etdiyimiz yubiley təkcə bir insanın yaşı deyil, eyni zamanda Azərbaycan poeziyasına verilmiş dəyərin, sözə göstərilən ehtiramın təntənəsidir. Şairimizin qələmindən süzülən misralar illər boyu oxuculara yol yoldaşı olmuşdur. Onları düşündürmüş, sevindirmiş və təsəlli vermişdir. Hörmətli şairimizi bu şərəfli 85 illik yubiley münasibəti ilə ürəkdən təbrik edir. Ona möhkəm can sağlığı, uzun ömür və ilham dolu günlər arzulayır. İndi isə istəyirəm şairimizi səhnəyə dəvət edək. Bizə şərəf verir. Dədənin 85-ci pilləkənini tanışmış və 85 pilləkəni dədə birdən-birə nə də havaya ömür yaşayaraq gəlmədi, nə də bu 85 ilə çox istiraflardan, əzablardan, ağrılardan, imtihanlardan keçid gəldi. Və ən başçası odur ki, dədə bu 85 illik uzun bir ömür yolunu alnı açıq, yüzü ağ gəldi. Telman müəllim deyərəm barmaqla sayılacaq qədər az şairlərdəndir ki, yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayır. Bu hər şairə məsəl olmaz. Yaxşı şair olur, bu almışlar dədə işində əlbəttə. Dədənin 85 illik ömrünün ən azı 4 ilinə yaxını eləmən şairlərin biz çox yol yoldaşı olmuşuq, çox səfərlərdə olmuşuq və İnanın, bunu şair yoldaşlarımız da təsdiq edirlər. Dədə ilə bir saatda bir yerdə olsan və hətta bir gündə bir yerdə olsan, ayrılığında mütləq adamın içində qoluşur yaranır. Yəni, dədə bu qədər şeydir. Mən istəyirəm ki, bura Əjdər müəllimi dəvət edək. Bizim söz ədəbi birliyinin təmizçisi, söz şairlərin ehtiyatının yanaşığı. Əjdər müəllimin gözü ilə baxar. Dədənin yaradıcılığına. Çıxır dağ başına körpə qurlar, çarlanın səsini əz çırpır sular. Səhər yuxusundan ayrıdır mənim siləməsin gəlin böyük gibi. Bu böyük sanatı bulundur. Cavabını niyə deyirəm? İşgəndə biləndə ki, Telman müəllimin 85. təbirini hayat keçirdəcək, bir gecəni səhərə qədər mən yaxdım. Yaxdıqla görəşdim ki, nəhayət 80 illiyini keçirdə bilmədiyimiz, 75 illiyini keçirdə bilmədiyimiz və qeymədiyimiz və halabralardır. Nəhayət bu 85 illiyini keçirdə bilirsiniz. Və o vaxtdan bir yazma yazmışdım ki, 80 deyəm 80. Yəni kimi yapılıb 80'dirmədi. O şükür Allah'a şükürmədi. Bu bir Allah'ın. Telman müəllim günlərini görüşünə gəlmişim. Telman müəllim bizim Qarabağ poeziyasının, Azərbaycan poeziyasının istinası var, ağlıdır, həyası
şairi de üniversitede bir şey var. Firmaların Ermənistan eserinin Bedir Ayov'un hakkı çağrılandı. Bu çağrılarında Ermenilerle arasında bu çağrıları Oğuz çağrılandı. Kimin arasında? Çırıgan dağının eteğinde, Burakların, Şalaların eteğinde bir güzel havalı bir şartı. Firmaların dünyasını göçeden geldi buna. 40. yılda Firmaların, 40. yılda Anadolu. Ve özü de 40. yılda Anadolu olmasının meraklandığı, 41'de yoldan şair rahat ağam. Çünkü edak görüp dert gördüler. Bu bizden neye demek istiyor? Şair edakların şairi, adların şairi, çöpten, davaktan, eğlenceden şair olur. Şairin yolu yok şu olmak için. Yerçin ettiği oluyor şair. Ve ona göre o yokuşun başında ucalık var, zirve var. Zirve benim şahını, Hakkı Şahı'nda çok az çizdi, 9 yaşlarında. 9 yaşından sonra el atası verilen, millet atası verilen, Yozgatlar, Stalin, 50. yıllar bunları ölçeklerden kovdu. Bunlar geldiler, bir ay yol yaptılar. Devranı stadyasında, Ermenistan'ın Devranı stadyasında, bizim yerlerin Demir yolcular sesine kadar Firmaman'da bir ay yol yapmış. Böyle de hatı var, tabaklarını veriyorlar, heyvan taşılar var, orada heyvan o etinde, o erkekte yapıyorlar. Nerede torbalar, bunlarla hoşuna yaptı, burada mahkumlaşırlar, şu Allah'a şiverler düşürler. Gelip sinirler düşürürler. Kazaktan çöllerine düşürürler, yaşlı. Berbat torbalar, telefon verdi, bir elmalar gönderdi. Yani bu dayanılmaz bir hakikat. Telefonla bir şeyin önünde değilsin. Yok da ihtiyacım amana ha. Bu eşke ne acı, ne de bir gamçer. Yanında durmana sebebim yok daha. Gel elim böyle tarihli söyle. Sen bizi aşağı ben de yokuşla. Ben yol adamıyım. Ne bağışla. Şairler yol adamları. Öyle yokuşa giden yol adamlar. O yokuşun aklında zirve var. O zirvede de uzalık var. Göğümüz var ve Allah'a yakınlık var. Firman Allah'ın da böyle bir şair. Böyle bir insandır. Böyle bir şahsiyettir. Firman Allah'ı da onun zirvesinden rahmet çok tatlı şeydi. O canım razı dedi. Sen Allah o zirveden verdin başımıza. Sen büyük şaircan insandır. Hamilimiz, mahmut, celen, milletin hamısını razılar. Baş eylesin. Firman Allah'ın şairin görüşüne bak böyle kelimeleri coşulur. Firman müəllimə ürəkdən təbrik edirəm. 85 illiyiniz mübarək olsun, ad gününüz mübarək olsun. şair atlamaz. Bilinmez kalbinin ağrısı bizde. Şair ağlayırdı, gördüm bu tayız. Dede kurbanının mezarı.
Mən elə bilirdim şair oynamaz. Ondan şiir istər, ondan söz istər. Mən elə bilirdim şair oynamaz. Şair oynayırdı, kərəmi üstə. Deyirdim şairlər bilməzlər əlbət. Sən ona gəlin, sevinci istər. Sevib danışır, gülür fəqət. Sevimli aləti, kədər istər. Şeirini yaddaşlara yazan, daşa yazan şairlərimizdən biri də bugün bizim aramızda olan, hoş gəlib, səfa gətirən Ələvsət Məlim Saldaşdır. Yəni, yaxşı bir almışlar, Ələvsət Məlimi və dəvət edəcək müzəfəmə buyursun, German Məlim haqqında öz ürək sözlərini desin. Buyurun Ələvsət Məlim, hoş gəldiniz. Allah'a şükür ki, bu günləri dədənin 85 illik zirvəsində söz deyənlərdən, təbrik edənlərdən biri də mən olsun. Bağırma basıram və təbrik edəcəm. Özünə deməmişdim ki, gələcək. Yolda gələ bir bənd göndər. Düşmüşəm yolların ağıma, gəl də. Qələdəm soluna, sağına gəl də. O yolun sonunda bir dədəmiz var. O yolun sonunda bir dədəmiz var. Yön tutub şeirin dağına. Gəl də, ayda da gül. Və həsr elədiyim ki, tamam. Ayağım yerim, sanki şola, dosta bağlı qalıb yolub yolağam. Sən dərin ümmansan, sızqa bulaq, səmtinə axıram, ay dədə xeyman. Əlimdə bir sınıq neyi tutmuşam, gül salıb bu yeri, gül salıb bu kəndi köyü tutmuşam. Tutulmuş buradan, qaralmış buradan göğe tutmuşam, indirim çağıram, ay dədə xeyman. Düzə yetişmədim, düz deyən ya. Ürəyi çöktürdüm, döz deyən ya. Ömrü kündürəm, söz deyən ya. Yandırıb yaxıram, ay dədə xeyman. Balın şana-şana tətəklərində, yerində sığalım, kötəklərində, gəzib dolanıram ətəklərində, zirvədə baxıram, ay dədə xeyman. Məhləb var üstünə gələ bilmirəm, çaşkın əlifsətəm, lə bilmirəm. Sənət dünyasında hələ bilmirəm, əvvələm, axıram, ay dədə xeyman. Zirvədə baxıram, ay dədə xeyman. İndiki zamanda 85 il yaşamaq və belə qalır. Hər şair, hər kişiyə nəsib olun. Bir rəhdə gələn alışlar olur. Və mən bu təşkilatçılara, bu ədəbi heyətə, bu gözəl ictimaiyyətə minnətdarım. Dədə Xeyrullahın sözün urvatı belə olmalıdır. Minnətdarım mənə dinlədiyinizə görə çox təşkilatçılara görüşürüz. Və burada əyləşə bütün qələm əlimi
sən müqəddəs salamlayıram. Bu bir görüş, bir ziyarət olur. Bilirsən, səninlə niyə sevmişəm? Şeirlərindən, səsindən sevmişəm. Bir də sənin o ki deyirsən, özünü sildirsən, şairdə təbliğ-şamil, ümumiyyətlə insanda təbliğ-şamil onun gözəlliyidir. Adamlar bizi görmüşlər, bizim öyle bir dersinden şeyleri yapmışlar, ben daha iyi yaptım. Kardeş, sen o Köroğlu da sandalar, İncidir oğullar, değilsin Köroğlu, onları bir diye gözünü açalım, senden büyüdüysen, sen büyük şairsin, senin kadar sevdiğin şairler tek olabilir. Sağ ol, minnətdarım, sağ ol. Öpürəm sen büyük şairsin, senin nefesin ateş olsun, hayırdır sesi. Var olsun, var olsun. Biraz öğrettim ben. Çok sağ olasın. Uzun iller çoğunuzda şahitsizler. Bak buradan, bak bu səhnədən uzun illər aparıcılıq eləmiş. Söz ədəbi birliyini, əziyyətini, ağırlığını, fikirliyində daşıyan Rizvan Nəsiboğlu şairimiz Bakıdan gəlib büyüklərdən sözünü işləyən. Nəsiboğlu, gəl elə həmdə bir köynə günlərini baxırlar. Sən burada çox belə dəristlər, idarə edəməksən. Hayır. Rizvan bəli, bir kere gəlib istəyirəm, Rusiyadan səfərlərimizə zəng edib, Gültut Ağam, Kerman Bəlinin tələbəyə yollaşdım. Təbriki dinləyək, sonra da Rizvan bəlimə söz verək. Olar icazənizlə. Teşekkür ederim. Erkek ve öğrenci talebe yoldaşım Süleyman Dede. Sarmış aktarın hakkında bir güneşli Azerbaycan'ın çok soğuk salonlar görüyoruz. 85 yaş mübarek eder. Şehir yazmak asamdı, şair olmak sesindi. Sen evini, odanı ve kendisinden bir şairsin. O şehrin sesini tebrik edemektedir. Kardeş 100 yaştan sağlam yaşar. Ben bir şey yapacağım yanımda. O bir şey var diye ki, sizin Teoman'ın şehrini kaytarım kurmuşlar. Bu aslında bir şey yaptı. Bu siyasete verilmeyen o değerin ağrıları için siyasete bu değer verilmiyor. Niye? Yani dünya çok, dünya ben görmüyorum. O ben tuttum, ben de bir şey yapmışım. Başka koşmuşum, görevlerde var. Serendamsız ömrün şahı, sasında illerin ahı. Bir başka beşin günahı yıkıp alayım üstüne. Sağlı gönlüm gül beri, ayak yerde, kuz gönlü. Bir şahit göstermez, gözü göreceğimiz. Ben işbahtin kimsimi, köşeli kalbinin simi, laf günleri yapmak kimi, səbir küləmiş. Söz dərmanı əşini, misradır bağı əşini, bir bal kəsən arı kimi olur, onu sevmiş. Tək anlı bir yerini, ben de həyat o yaşayım, tək anlı bir yerini, içində dərdin dərini, ben dərmanı şeyini, koy versin. Gönül olsun ki senin 100 yaşını bakayla kararını bildir. Ne gönleri, gel bir
Biz istəmirik sakit qalsın, yalnız izləsin. İstəyirik ona bir səhnədən sualları olanlar varsa, mikrofon var səhnədə. Yaxınlaşıb ona Bədər Elmana suallarını verib cavablarını ala bilərlər. Sualım var. Demək istərdim ki, sizin gənclərə ötürmək istədiyiniz bir həyat dərsi var. Ən böyük dərsi var. Ən böyük həyat dərsi gənclərə. Həmişə deyirəm ki, cavanlar, gençler, sevdiklərinizin əlindən bərk tutun, onları itirməyin. Sevdiklərinizin könlünü sındırmayın. Oğlanlar, Azərbaycan qızları adi heç bir milletin qızı, daha bizim qızlarımıza müqəyisə gəlməz. Bunları Allah göydən sizə mükafat göndərir, ənam göndərir, onların qədrini. Onlar mələkələrdir. Mən o ülkətdə gedirlər, görürsən ki, misal edirəm. Orada sevgi yoxdur. Küçədən rast gələ bir-birindən deyir ki, xoş gəlin, onunla xoş gəlin, bir söz işlərdir, tanıraq bizə. Oradan da gedirlər uzaqsa, elə ailən gözlü olarmı, dağılırlar, deyirlər. Son vaxtlar bizimkilər, bizim uşaqlar da, ailəsi uşaqlar qoyub gedirlər. Onlar da panqanı sevib qalırlar onlarda. Bir vaxtlar yanımızdasın, nə qədər yetimçələrimizi xoş gəlin, tanıyırıq, gətirir, sədaqətli olun, cəsarətli olun. Bilirsiniz, gənclik elədir ki, istər qız, istər olan. Sevirsənsə etiraf edin, deyilən, utancağımız var bizim millətdə. Sonra geyir olur. Əsl vaxtı nə rəqdir deyil. O əli körü sırtırma, bu barədə bir şey yok yani. Biz öyle yersinler. Çox gözəl, çox sevinərik bizdə də, buyurun. Əlimdən düşəni tapa bilin. İtiklər ömrümdən gün oluyor. Eğer müdahımdır qəsbə şeytan çıkıştırır, sin oluyor. Qapının ağzında əlindən düşən, gelip şartayımın altından çıxır, itirib gəldiyim yalan olmasın, torbanın o biri qatından çıxır. İti itirəndə, iti gələndə, iti axtaranda giz oluram. Sonradan sonraya tapa bilirsən, sonradan tabanda gel olana. İtirib dalımca göynədiklərim dövlət deyildir ki, var deyildir ki. Mən də bir bədənəm gəlseymişdim, yar canım idi, yar deyildi ki, mehstral çəkərdi yanaqlarına. İpək saçlarında yer oynardı, axılıb dökərdi aşağı sinəsi üstündə tel oynardı. Ordumun içində təsəlliyardı, bəxtini o ipək telində gördüm. Bir günde sürüşüp düştü elimden, sonralar bir özge elimden. İtirdim ağımı, çaştım, çarptım, sözümü itirdim, yol itiremde. Bütün itikler gözdüm, dayandım, özümü itirdim, yol itiremde. Ağını itirmiş bir şair. Beni tövbetliye, yadamdasınız, yine de çok kibirliyim. Ağını itiremde, ağını. Və belə bir sualım var ki, yazdığınız şeirlər arasında ömrünüzü əks etdirən bir əsər var. O ağaç gölgəsi, o çəfər yanı, salın ürəyimə kök, yadımdadır. Sevirsən, sevirəm, söylədiyiniz o iki kəlməli söz yadımdadır. Darmışdım sevginin şirinliği, belə şirinliği görməmişim. Nə bileyim, mən şirin şeydən ötəri uşaqdan görməmişim. O
o ilk görüşümüz tatlı yüz qala. Çoxunun əsəbi, həvəsi keçdi. Gülsənəm qarnın nəzəri yana gülbəli arvadın nəfəsi keçdi. Bir yol bəhanəylə getdim atamdan, kərəmpi istədim bu akşamlar. Məscində olanda sən demə gelib zamanımlar ələyəm. Beləcə can atdıq biz görüşməyə. Məscində olanda sən bizdə oldun. Bir yolda arxamda çıxdım yaylağa, mən dağda olanda sən bizdə oldun. O hamam qardaşım duyuq düşdülər. Yoluma izmə yeriş etdilər. Mənim əleyhimə əməlli başlı miting düzəltdilər, yürüyüş etdilər. Mənə göllərdən pişiliklə bəlkə ətlirini aşatmamışdım. Gəlindən qaldırırdı mənə görəndə, mən itirdən aşatmamışdım. Atamın söylüyü, nasaz başımın təkəri qalxırdı mənə görəndə. Deyəncəm, danışan qarın ələrin şəkəri qalxırdı mənə görəndə. Bu icran əlindən amana gəldi. Bir səhər atladım cığırda, bir dəri işləyək yumana gəldim, xəlvəti boylandım şəhərində. Yer əsli, elə bir yer əsli gəldi. Dışardım, boyatdım şəhər boyunca, dedim gözlərinə həsrət gözlərim, ana gözlərinə baxarım boyunca. Göz dedim, gözlərim bitik tapandır, tarihim yağmurdur, yağardır mənə. Göz dedim, baxanda gördüm babam boyunca gözünə ağardır mənə. Qaldım bu sevdanın burulğanında, çırpındım sevdiğimin şer axarında. Dedim görüşək, Sarman Çinlioğlu İsmail'in toymağa. Bu sevgi yolundan sana əziz gəldik. Mən biraz səbirsiz, sən hasta oldun. Öldü qarnından tərəf-tərəsikdən toyda olanda sən hasta oldun. Bizim sevgimizə əfsun okundu. Qiymətə qoydular, söz ağartdılar. Bizim sevgimizə nəzər toxundu. Bizim sevgimizə göz ağartdılar. Sağ olun. Tələbə yoldaşı İzəlgeyiv Xatun müəllimə. Xahiş edir, operatorumuz xoş. Alo. Telman müəllim, danışan sən qrup yoldaşın Xatun qadındır. Səni ürəkdən təşrif edirəm. Özüm orada olmasam da ürəyim sənin yanındadır. Məsafə az olsaydı, bəlkə də gələrdim yanına. Sana çok sağlığı, uzun ömür arzulayacağım. Dünya devleti hayatını sağlam yaşa, xoşbəxt yaşa. İndi siz çıxış üçün sözü vermək istəyirik Bərdə rayon üzrə Gənclər və İdman sektorunun müdürü Aydın Müəllim Qasımova. Əziz qonaqlar, əziz gənclər, əziz ağsaqqallar, əziz xanımlar. Mən də sizləri Qarabağ Regional Gənclər və Ermənilər adına salamlayıram. Deyir, hələ 85 nə yaşdır Allah, qarşıda 90'ın 110%. Burada 3 dəqiqə vaxt verdilər. Qardaş, 85'i mənə verin, 90'ı da sizə qalsın. Tam yazır, qədər. Bu yaşda ölçüb, beynində saxlayan, həyat nə qismət elədi. Uzun illər bundan öncə dədə atama bir kitabça hədiyyə vermişdim. Mən də Allah sağlamdır, Zəvəl Qurşarlıdır. Şehirə meyilli insana, baxdım, oxudum. Bak, bu şair kimdir, nə deməkdir, bilmirsən də çox şey, bir nurlu kişidir. Baxdım, dedim, məhəbbət şairidir. Olan deyiləm də. Yəni, məhəbbət şairinə dədə deyir ki, baş vurub dəryaya üzməyə nə var? Qorxuram dəryanın dərinliyindən, hicran ağrısına dözməyənə var. Qorxuram uşaqlı şirinliyindən. Bu kişilər yapır. Teymon Hüseyin sonra Hüseyin. Biraz vaxt keçdi, bir şehir oxudum. Həmişə həvəslanardadır, onlara verir o şeyi. Elə çal ki, yaman qarı dayandır. Yoldan ötən lalı karı dayandır. Dədə yazır ki, boynu büküb gedən yar, mən deyirəm, küçüb gedən o bir yarı dayandır. Teymon tarihi gedənin arxası. O kişi tarih olur. Gələ sözünü evdə əvvəl
kardeşimin bağları idi. Çok eşentiydi. Derlere geldi. Dostlarım bir hürmet aləti. Öz yaşatırsa böylə deyədə nedirlər mənə. Mən də aparışlarımız olanda şehirdə məhtələ vardı. Orada kitab şahıdır. Orada kitabın Rami orada məndən dost olmuşlar. Verdim kitabı başqalar verdim. Teymur Hüseyin Anadik. Sovet dövründə Anadik təxəllüsün eşkiyələri çap olur. Bu da götürüb baxıb orada deyil məşhur dəli hamısına yazır. Götürüb onu zorlayıb yazıb Teymur yapışdı əvvəli yazmıyor. Teymur dəli yazır. Dəli Teymur. Dəli Arif Şirin, dəli Korkutlu. Qəzərat çəkdim. Çox qəzərat çəkdim. Dedim eşit dəli Qorut görürsən xalqın işinə yarayır. Tuğanibdən bir qoşun vardı, qış günündə malım otu tutarmışdı. Mən bir bərlər məliyimdir. Bir bax, ortaya bilmirdim ona, məndən nətər dəli oldu. İndi də düşündüm, yine de kesinlikle ama kitablarımda görmüşler. Teğmen tarih hele şemşüş olmuştur. Aşağıda hanede okuyan da Teğmen tarihi olmuşlar. Ben de herkesin anamın diliydi. O bir şiir yazmışım. Ana söylemişim, diye. Dilimin, yazımın ilk harfi A'dır. Anamın diline ihtiram diye imza götürmüşüm. Ana dili yazımında. İncilmez benden değil, ben ölülerin şairiyim. Öyle bir şiiri vardı. Teğmen müəllim yazır, alnından axmayır xəcalətləri. Dostlarım bilir ki, xalq şairiyəm. Çoxdur birilərin xalq şairləri, mən ölülərin xalq şairiyəm. Mən ona dəyişiklik verdim. Yaş keçir, yaşlanır. Ama yaşı soruşmaq düzgün, böyle yaşlanır keçmədir. Deyir, 60 yaş gəncliyin qozalıq dövrü, 70 yaş qozalığın gənclik dövrü, 85 dəfə qozalığın cavanlıq dövrüdür. Alnımda mən deyirəm, alnından axmayır xəcalətləri. Dostlarım bilir ki, xalq şairsən. Yoxdur ölülərin xalq şairləri. Dələr, bu iki dünyanın xalq şairsən. Ben onu biraz geç çatdıracağım. Ama bir idaremiz sektorumuz adından bir hediyenin bahalısı ucuz olmuş. 85'ten sonra vaxtı sayarlar, bir saatdir. 85'ten sonra qalın giyerler, bir qalın şeydir. Yani iki ilə çox hayvan eləmişdir. Elbiseli olarak, oturulan duran, tek sabahından deyirler ki, onların bir şeyin diyor burası. Bir şeyin diyor. Bir de görürsen ki, dünyaydan sonra derse bu dünyasının değişik buraları. Burada kulağı eşitliğinde, o eşitliğinde. Gelirem Allah'a, günahımlara, gelirem yarısanlar. Onların başkasının kulağına ruhlaşıyor. Bir de bana dediler ki, dostlaşıyor, sen yaşına göre dostların yapar. Ulan tutulan ağlar, aşağıya adımlar, eşitler, çok dengelerden benim aşağıda dedim ben de aşağıya. Dediler nefer, dedim ki yazdığım şiiri okuyaram diye. Erzam Medarsan'da olmuşam bu şiiri. Görüştüğün sözünün şam ışığında, ay burada yatanlar, ömür geçen. Bu gece sizinle söz görüşürdü, bu gece sizinle şiiri geçen. Ben tuğyan edəndə söz kömək gəlir, qardaş əvəzinə, ata yerinə, mənim əlimdən söz demək gəlir, sizə şiir yoxudum ifadə yerinə. Ay maqsud keçənlər, vaxta nə deyil. Yazmışdım, oxudum sizə şiiri, akşam ömrünüzə həs elədim, sevgidən yazdığım tədə şiir. Bu dünya qaranlıq, bu dünya işir, sinəmdə ürəyim atımdır, aldı şeylərini düşür qarşı, bu mənim şairlik şabadıqdır. Derler hakkını bilmez orada. Orada sözlerime şek olmuştu. Burada mezar başlasında benim şiirlerim hak olmuştu. Alınmana bir mezelenleri. Dostlarım birinci hak şairler, çoktu birilerin tam şairlerinden büyüklerin tam şairlerinden. Sağlam uçlar dağından dağın, sarıdan sırışından değiller. Eğer sağlamak sizin de yeniden görüşürüz. Sağ olun. Siz soruşurlar. Ben de yaşım.
kimi təmsil edirəm, əzizlər. Yaşlı adamlarla yaşdan söz salır, neçə yaşınız var kaş deməzlər. Yaş olsaydı onlarla quru deyərdilər, yaş